Papilloma virusu günümüzün aktual problemlərindəndir və bu gün papilloma virusunun uşaqlıq boyunda yaratdığı xərçəngöndü dəyişikliklər, displaziyalar bir çox cərrahi müdaxilələr gərəkdirir. Və pasientlərimizdən çox ünvanlanan suallardan biri də odur ki, doktor, uşaqlıq boyunda aparılan bu cərrahi müdaxilələr bizə gələcəkdə ana olmağa, hamiləliyimizi başa çatdırmağa mane olacaqmı? Burada lip və konizasiya kimi cərrahi müdaxilələrdən söhbət gedir. Təbii ki, cərrahi müdaxilənin növünü seçmək cərrahın işidir və burada patologiyanın yerləşməsi, uşaqlıq boynunda ektoserviksdədirmi, yoxsa servikal kanalın daxilindədirmi, həmçinin displaziyanın dərəcəsi önəm daşıyır. Ancaq lip işləmi nədir? Uşaqlıq boynunda daha səthdə yerləşən patologiyaların, yəni uşaqlıq boynunun xarici səthinə yaxın yerləşən patologiyaların xaric edilməsi üçün olunan işləmdir və burada aparılan cərrahi müdaxilə zamanı uşaqlıq boynunda zədələnmə sahəsi 1 sm-dən dərinə getmir. Yəni lip işləmində ektoserviksdən dərinliyi 1 sm-dən çox olmayan toxuma parçası alınır. Buna görə də uşaqlıq boynunun tamlığı xətər görmür. Amma konizasiyada konus şəklində uşaqlıq boynundan toxuma parçası alınır və bu cərrahi müdaxilə zamanı toxuma parçasının dərinliyi 2,5 sm-ə qədər ola bilər. Ona görə də lip əməliyyatından sonra nə hamiləliklərin baş tutmasında, nə hamiləliyin irəliləməsində pasient bir problem yaşamır. Amma konizasiya əməliyyatından sonra isə bu hamiləliyin gedişatında servikal yetməzlik və s. kimi problemlərin əmələ gəlməsinə gətirib çıxara bilir.